Tam versin nisiyə alıram. Nisiyə uşaq böyüdürəm. Əziyyətlə, zülümlə, dişimlə, dırnağımla, ondan al, buna qaytar, bundan al, ona qaytar. Mən bu uşağı qabağıma qoyum, nətər deyim ki, bala sən dövlətini sev, bala sən vətənini sev. Uşaq qalib deməz ki, ayətə, gül kimi yox idim da. Mən niyə yaradırdım, mən niyə işə salırdım? Ona görə də vətəndaş, dövlətin gücü ən birinci, vətəndaşın qəlbində ona olan sevgidən ibarətdir. Bizim, yalandan biz duruq dövlət, milli maraqlar, nə bilim nə, qardaş, insanıq, öldük. Sən dövlət kimi mənə yaxşı baxırsansa, sən güclüsən. Pis baxırsansa, sən dövlət deyilsən. Ya məni qul kimi, kölə kimi saxlayırsan. Mən niyə, yəni, bütün ömrümü, bir dəfə gəlmə şansı olan bir ömrümü sənin korrupsiyana, işğalına, zülmünə, nə bilim, repressiyona qurban vermir. Vətəndaş bunu sadəcə bu Azərbaycan vətəndaşının ürəyində olan sözlərdir, deyə bilmir.